xəstələrin və müsafirlərin orucu haqqında. Müsafirlər və xəstələrə icazəlidir ki, oruçlarını xəstə və ya müsafir olduqları zaman açsınlar. Yəni, oruç tutmasınlar. Amma əvəzinə nə etməlidirlər? Ramazan bitəndən sonra imkan tapanda, sağalanda və ya səfərdən qaydanda oruçlarını qəza etməlidirlər. Necə ki, Allah Azə və Cəllə Əl-Bəqərə surəsi 185-ci ayəsində buyurur ki, فَمَنْ شَهِدَ مِنْكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ وَمَنْ كَانَ مَرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِنْ أَيَّامٍ أُخَرَ. Sizlərdən kim Ramazan ayına yetişərsə, bu ayı oruç tutsun və kim də xəstə və ya səfərdə olarsa, başqa vaxtda bunun əvəzinə oruç tutsun. Amma indi bir sual çıxır. Yaxşı, mən səfərdəyəm, amma orucu tuta bilərəm, istəyirəm tutum. Tuta bilərəm, yoxsa mütləq açmalıyam? Xeyr, tuta bilərsən. Tuta bilərsən. Səfərdəsən, hətta tuta da bilərsən. Və ya xəstəsən, çox ağır xəstəlik deyil, yenə də orucu tuta bilərsən. Amma Allah sənə orucu açmağa icazəli görüb. Orucu açırsan, amma başqa vaxtlarda bunu qəza eləyirsən. Bax, necə ki, Həmzə ibn Amr Əl-Əsləmi Peyğəmbər sallallahu aleyhi və səlləmə deyir ki, Əsumu fis səfər, mən deyir səfərdə oruç tutum. Və kənə kəthirə siyam. Həmən bu sahabə çox oruç tutan biri idi və Peyğəmbər sallallahu aleyhi və səlləmə soruşur ki, mən səfərdə də oruç tutum. Peyğəmbər sallallahu aleyhi və səlləmə cavabında deyir ki, İn şi'tə fəsum və in şi'tə fəəftir. İstəyirsən tut, istəyirsən iftar elə. Yəni, iki seçim qarşısına qoydu. Burada söhbət iki orucdan da gedir. Ramazan orucu da buraya daxildir. Adi günlərdə tutulan müstəhəb oruclar da buraya daxildir. İnsan səfərdə tuta da bilər, tutmaya da bilər. Amma vacib olan, tutması mütləq olan Ramazan orucu səfərdə açması icazəlidir. İnsan səfərə gedərsə, səfərdə orucu aça bilər. Amma nə etməlidir? Sonra qəzasını eləməlidir. Xəstələrə də gəldikdə isə Allah Azə və Cəllə buyurur ki, فَمَنْ كَانَ مِنْكُمْ مَرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِنْ أَيَّامٍ أُخَرَ. Sizlərdən kim xəstə və ya səfərdə olarsa, başqa günlərdə onun əvəzini tutmalıdır. Bu deməli nədir, qardaşlar? Xəstə və müsafirlər haqqında şəriətin qoyduğu hökmdür. وَمَا جَعَلَ عَلَيْكُمْ فِي الدِّينِ مِنْ حَرَجٍ. Allah bu dində sizin üçün heç bir çətinlik etməyib. Həcc surəsi 78-ci ayə. Amma eyni zamanda Allah Azə və Cəllə buyurur, فَمَنْ شَهِدَ مِنْكُمُ الشَّهْرَ فَلْيَصُمْ. Kim sizdən aya çıxarsa, yəni Ramazan ayına orucu tutsun. Deməli, burada nə var, qardaşlar? Ümumi ümmətə Ramazan ayında oruç tutmaq fərzdir, vacibdir. Amma onların içərisindən kimsə xəstə olarsa və ya kimsə səfərdə olarsa, onun üçün icazəlidir ki, orucunu açsın, həmən günü oruç tutmasın. Amma nə etməlidir? Yenə də sağalan vaxtı və ya səfərdən qayıdandan sonra həmən orucun əvəzini qəza etməlidir.